Herkese salam. Yeni bir güne sevgiyle başladık. Səhər yeməyi, bir fincan kofe və yağışın səsi ruhumu dincəltdi. Pişiyimiz də ac qalmadı, alış-veriş çantaları boşaldı, mətbəx yeniləndi və canlandı. Günə kiçik xoş anlarla davam etdik. Günə gözəl bir səhər yeməyi ilə başladıq. Qızım üçün yumurta bişirdim. O səhərlər yumurta yeməyi çox xoşlayır. Və bununla yanaşı hər gün ona çörəyin içində pendir və ya şor hazırlayıram. Birlikdə yumurtası ilə yeyir. Yemək yeyib bitirdikdən sonra mən otağı yığışdırmağa başladım. Əvvəlcə stolun üstünü yığışdırdım. Cikli qabları mətbəxə apardım ki, orada yuyum və stolun üstünü belə silirəm. Daha sonra mətbəxə keçirəm, qabları yudum, biraz təmizlik etdim. Hər şeyin yerli yerində olması məni həmişə rahatlandırır. Evdə hər şey öz axarında gedirdi, amma işlər bitmək bilmir. Çalışıram ki, hər şey tərtəmiz və səliqəli olsun. Qızım da bu günlərdə təmizlik işlərinə çox maraqlıdır. Tez-tez deyir ki, mən qabları yumaqda sənə kömək etmək istəyirəm. Mən də ona deyirəm ki, bu hələ ki sənin üçün tezdir. İstəyirsənsə mənə silməkdə kömək edə bilərsən. O da məmnuniyyətlə qəbul edir. Mən qabları yuduqdan sonra dəsmalla quruluyor. Yəqin ki, siz də mənimlə razı olarsınız. Təmizlik işləri biraz yorucudur, amma sonunda hər şeyin düzgün, təmiz yerində olduğunu görəndə bu məni xoşbəxt edir. Yəqin ki, sizdə də belədir. Dostlar, sizə bir dəfə də bu haqda demişdim vloglarımdan birində. Mən belə sadə işlər görəndə, mətbəxdə qab yuyarkən, yemək hazırlayarkən, təmizlik işləri görərkən, xüsusilə də qab yuyarkən beynimdə olan bəzi məsələləri müzakirə edirəm, düşünürəm. Onların hər yollarını tapmağa çalışıram. Həm də sonunda baxıram ki, hər yer tərtəmiz oldu və hər şey öz yerini tapdı. Bu da mənə bir motivasiya olur. Qabları yuyub bitirdikdən sonra mən rakvinanın içini təmiz-təmiz yuyuram və bunu adətən soda ilə edirəm və daha sonra meyvələrimi əlavə edib yumağa başlayıram. Meyvələri təmiz-təmiz yuyuram və onları təmiz dəsmalın üzərinə çevirirəm ki, qurusunlar. Daha sonra da yüngülvari bir silib vazaya yığıram. Neysə gedək, dünən axşam biz market alış-veriş etmişdik. Baxaq görək nələr almışıq, onları yerləşdirək. İlk öncə bu kasalardan başlamaq istəyirəm. Bunları çox bəyəndim. Təəssüf ki, 4 ədəd qalmışdı. Hər birini aldım. Daha sonra qızım öz üçün plastirin və dəftər almışdı. Bu bıçağı da mən özüm almışdım. Xoşuma gəlmişdi. Daha sonra digər aldıqlarımıza baxaq. Gördüyünüz kimi toyuq filesi, Milanın qaymağı, biber almışam. Yeri gəlmişkən bugün biberdən və toyuğun filesindən çox dadlı yemək hazırlamağı düşünürəm. Onları da sizin üçün çəkmişəm. Növbəti kadrlarda görə bilərsiniz. Meyvələrin bir hissəsini artıq yumuşam. Unutmuşdum ki, burada da meyvə var. Onları da sonra yığıb vazaya əlavə edəcəyəm. Digər aldıqlarımıza baxaq. Xurmadır, qozdur, sarı kökdür. Belə kiçik doğranmış vermişildir. Bundan tez-tez istifadə edirəm. Suplarda və aşını çox sevirik evdə. Bu isə təmizlik vasitələridir. Aldığım məhsulların hər birini yerləşdirib, mətbəxə keçib və yemək hazırlayıram. Dostlar, son vaxtlar bu yeməyi tez-tez hazırlayıram. Dadı çox xoşuma gəlir, mənə yazı xatırladır. Ona görə də sizə də hazırlamağınızı məsləhət görürəm. Növbəti kadrlarda daha aydın şəkildə necə hazırladığımı çəkmişəm. Siz də izləyin, öz fikirlərinizi rəy bölməsində mənimlə bölüşün. Gördüyünüz kimi bu yeməyin hazırlanmasında mən müxtəlif tərəvəzlərdən istifadə edirəm. 2 ədəd orta boy ölçülü kartof, 2 ədəd orta boy ölçülü soğan, 1 ədəd qırmızı şirin biber, 1 ədəd sarı, 1 ədəd isə yaşıl şirin biberdən istifadə etdim və təbii ki, toyuq filesindən. Mən burada tez-tez ölçüləri, miqdarları deyib keçirəm, ancaq dəqiq istifadə etdiyim bütün ərzaqların miqdarını videonun açıqlama hissəsində aydın şəkildə yazacağım. İstəsəz oradan buyurub reseptə baxa bilərsiniz. Eyni zamanda hazırlanma qaydasını da qeyd edəcəm. Artıq tərəvəzlər yuyuldu, hazırdır. Başlayırıq doğramağa və bişirməyə. İlk öncə biberdən başlayıram. Qırmızı biberi götürürəm və doğrayıram. Burada xüsusi bir doğrama formasına ehtiyac yoxdur. Çalışıram eyni ölçüdə, nə çox kiçik, nə də çox böyük olsun. Bu şəkildə gördüyünüz kimi doğrayıram. Qırmızı biberi yekunlaşdırıb, digər biberləri də bir-bir götürüb, eyni qayda ilə doğramağa davam edirəm. Bu yemək evimizdə də çox sevilir. Bütün ailə üzvlərimizin ən sevimli yeməyidir. Ona görə də tez-tez edirəm və bilirəm ki, hamı sevərək yeyəcək. Budur. Artıq biberlərin hər birini doğrayıb bitirirəm və keçirəm digər tərəvəzləri doğramağa. Dostlar, qeyd edim ki, mən tez-tez bu şirin rəngli biberləri doğrayıram və toyuğun döş əti ilə birlikdə qovururam. Zövqə uyğun duz istiot əlavə edirəm və daha sonra aş süzürəm.
Onu aşın üzərinə qoyub yeyirik. Belə də çox ləzzətli olur. Ancaq bu dəfə elə etməyəcəm. Bu dəfə kartoflu hazırlayıram. Gördüyünüz kimi kartofları da kub şəklində doğradım. İndi isə keçirəm toyuğun döşətini eyni qayda ilə doğramağa. Bu gördüyünüz ərzaqlardan ümumiyyətlə mən bir neçə dənə yemək hazırlaya bilirəm. Sobada da hazırlayıram, salat da hazırlayıram, rəngli bibərlər, toyuğun döşəti və mayonez əlavə edirəm. Hərdən zövqümə uyğun olanda, ürəyim istəyəndə qarğıdalı da əlavə edirəm və çox sevirəm. Dostlar, siz necə edirsiniz? Şirin bibərlərdən və toyuq filesindən nə hazırlayırsınız? Sizdə də fərqli ideyalar varsa, mütləq rəy bölməsində mənimlə bölüşün. İndi isə keçirəm, soğanları doğrayıram və onu tavaya əlavə edib qovuracağım. Daha sonra hissə-hissə digər tərəvəzləri və toyuğun döşətini əlavə edəcəm. Çox ətirli, ləzzətli bir yemək alınacaq. Mən videolarımda istifadə etdiyim tavaları Trendyoldan almışam, təzəlikçi almışam və çox razı qalmışam. Həqiqətən mükəmməldir. İndi isə keçək yeməyimizin hazırlanma prosesinə. Tavaya yağ əlavə edirəm və soğanları əlavə edib qızılı rəng alanadək qovururam. İstədiyim rəngdə olanda soğanlar mən hazırladığım, doğradığım döşətlərini əlavə edirəm və birlikdə qovurmağa Üzərinə zövqə uyğun duz, istiot və sarı kök əlavə edirəm. Qarışdırmağa və qovurmağa davam edirəm. Toyuğun döşəti tam suyunu çəkib, qovrulub, qızılı rəng almağa başlayanda digər tərəvəzləri də hissə-hissə əlavə etməyə başlayıram. İlk öncə doğradığım bibərləri əlavə edirəm. Birlikdə bir neçə dəqiqə qovururam. Hətta qapağını da örtürəm ki, bibərlər tam yumuşalıb pişsinlər. Daha sonra isə hazırladığım kartof dilimlərini əlavə edirəm. Kartoflar da bu aralar çox tez bişir. Təxminən 10 dəqiqə müddətində tavada birlikdə qovururam. Ancaq üzərinə su da əlavə edirəm ki, kartoflar yaxşı bişsin. Təxminən 1 stəkan miqdarında su əlavə edirəm və qapağını örtürəm, bişməyə qoyuram. Dostlar, artıq budur. Yaz ətirli, dadlı, ləzzətli yeməyimiz hazırdır. Yemək hazırdır, düzdür, ancaq yemək vaxtına hələ var. Biz acı deyilik, ona görə də başlayırıq digər işlərimizi görməyə. Burada mən pəncərədən həyətə baxıram, narın yağış yağır, amma bu mənim xoşuma gəlir. Düşünürəm ki, qızımla birlikdə həyətə düşək. Əvvəlcə balıqlarımıza yemək veririk, daha sonra orada pişiyimizin yeməyi var. Onu da götürürük. Özüm üçün də bir fincan kofe hazırlayıram və həyətə gedirik. Pişiyimiz artıq bu qutunu görən kimi qaça-qaça gəlir, bilir ki, ona yemək gətirmişik. Burada isə yeməyə başlayır, çox şirin-şirin, məmnuniyyətlə yeməyini yeyir. Qızım da onu izləyir. Mən isə özüm üçün gətirdiyim kofeni içirəm. Hava da çox gözəldir, yağışlı, narın yağışlı və bu mənim çox xoşuma gəlir. Həyətdə təmiz havada xeyli vaxt keçirdik. Daha sonra evə gəldik, evdəki işlərimizi görməyə başladıq. Hava yağışlı olduğu üçün mən paltarları evdə quruduram bu şəkildə. Qurumuş paltarları yığıram və digərlərini sərirəm. Günüm belə sadə işlərlə davam edir. Birazdan yoldaşım işdən gələcək və daha sonra mənim onlayn dərslərim olacaq. Qızım da tez-tez gəlir və deyir ki, mən darxıram, gedək birlikdə oyun oynayaq, mənlə oyna. Mən də deyirəm ki, yaxşı işlərimi yekunlaşdırım və gedək. Onunla biraz oynayırıq, daha sonra yenidən həyətə düşürük. Yoldaşımın işdən gəlmə saatıdır, budur o gəlir. Qızım da çox sevinir, birlikdə evə gəlirik. Günorta hazırladığım yeməkdən yeyirik. O da çox bəyənir, çox ləzzətli olduğunu vurğulayır və mən də çox sevinirəm. Daha sonra otağa gedirik. Mənim dərsim başlayacaq, lakin bundan əvvəl bir çay içmək istədim və bu şirin badamlarla çay içdim. Bu badam qurusu haqqında kanalımda ətraflı video var. İstəsəniz oradan baxa bilərsiniz. Qiyməti 12 manatdır. Mən 2 manatlıq almışam. Dadını sevirəm. Çayla içməyə yaxşıdır. İstəsəniz siz də marketlərə yaxınlaşıb ala bilərsiniz. Mən artıq dərslərimi bitirdim. Bu hissələrdən kadrlar yerləşdirmədim ki, sizin üçün də yorucu olmasın. İndi isə axşam saatlardır. Hər kəs öz sevdiyi məşğuliyyətlə məşğul olur. Mən isə kitab oxuyuram. Elə sizinlə də burada sağollaşmaq istəyirəm. Əgər hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olun, yeni videoları izləməyi qaçırmayın. Növbəti videolarda görüşənə qədər hələlik.